2019-cu il avqustun 6-sında Binəqədi rayonu 7-ci mikrorayonda uşaqlar üçün nəzərdə tutulmuş parkın açılışında Leyla xanım Əliyeva ilə görüşdüm. Həmin vaxt yanımda 10 yaşlı Zeynəb var idi. Leyla xanım soruşdu ki, anam məndən nə istəyirsən, necə kömək edim? Mən isə xahiş etdim ki, atasız 2 nəvəmə 2 otaqlı ev istəyirəm. Həll edərik dedi və qolundakı bilərziyi çıxardıb nəvəmin qoluna taxdı. Çox sevindim. Ancaq təəssüf ki, bu sevincim çox çəkmədi. Bölgə TV xəbər verir ki, bu sözləri Binəqədi rayon icra hakimiyyətindən şikayətçi olan 68 yaşlı Ürkər Abulova Bakı Posta açıqlamasında deyib. Həmin gün axşam mənə 050-214 nömrəsindən Kənan adında bir kişi zəng etdi və dedi ki, 2 gün ev axtarıb yerini deyin. Mən gəlib baxıb pulunu verəcəyəm. Xanımın tapşırığıdır. Mən 2 gün axtarıb ev tapdım. Nəhayət 6-cı gün Kənan zəng edib dedi ki, icra hakimiyyətində İlqar Hüseynovla danışdım. Mənə dedi ki, Ürkər xanıma 10.000 manat verin, bəsidir. Mən dedim ki, Kənan müəllim, axı 10.000 manata 2 otaqlı ev düşərmi? Heç bir sot otaq düşmür, o bildirib. Ürkər Abulovanın sözlərinə görə şikayət etmədiyi ünvan qalmayıb. Hətta rayonun deputatı Azay Quliyevə də dəfələrlə müraciət edib. Azay müəllim əvvəlcə yardım edəcəyinə söz versə də, sonra məni qəbul edəndə dedi ki, bu iş onun imkanlarından kənardır. Bir neçə dəfə icra başçısı Elxan bəylə görüşdüm. Mənə söz verdi ki, o evi sənə verəcəyəm. Sonuncu dəfə 2024-cü il mayın 3-də görüşdük. O vaxtdan heç bir səs soraq yoxdur. İndi daha məni qəbul da etmir. Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə 10 gündür göndərilən sorğuya cavab verilməyib. Rəna Rövşən qızı, Bölgə TV.